Bu kənddən anadan olmuşam, Corat kəndində. Məni muğama bağlayan, lap mənim uşaqlıq illərimə təsadüf edir. Bir çardağımız var idi həyətdə. Çıxardım orada, oxuyardım hər səhər. Allah ruhunu şad eləsin, Hacı Baba Hüseynovun bir təsnifi var, şur təsnifi. Atılandım, keçdim daşdan, gəl ay aman. Kimsə rəhmətə gedəndə ya mollası, ya ruhanisi, azancı deyirlər də, bizdə müəzzin deyirlər. Çıxardı həmin o hündür yerə, bir damın başına, çoxbaya çardaq ya damı. Orada azan verərdi. O əkbər. Bunlar da gəl hamısı Bayat Qacar muğamına, Zəmmuxarə muğamına. Dinlə muğamın bağlılığı buradadır. Yəni, bütün Azərbaycan mənim damarımdır, qanımdır, ürəyimdir. Mən bu kənddən anadan olmuşam, Corat kəndində 1980-ci ildə. Allah hamıya can sağlığı versin, artıq 46 yaşa yaxınlaşıram. Kasıbçılıqla böyümüşük, yəni bu kənddə. Ailədə 5 qardaş olmuşuq. Dünyasını dəyişən valideynlər Allah ruhlarını şad eləsin, qalanlarına Allah can sağlığı versin. Atam dünyasını dəyişib və mənim oxumağımla bağlı, məni muğama bağlayan, lap mənim uşaqlıq illərimə təsadüf edir. Yəni, lap 6 yaşıma, 7 yaşıma belə təsadüf edir. Hərdən xatırlayıram o illəri, uşaqlıq illərini. Yaddaşımda həkk olunub ki, uşaq vaxtı mən çıxırdım damların üstünə, evlərin üstünə. Yəni, o vaxtı o damların üstündə o şifrlər biraz az olardı. Çox evlərdə o düz evlər olardı, üstü qırrı evlər. Bir çardağımız var idi həyətdə. Çıxardım orada, oxuyardım hər səhər. Hər səhər tezləndən. Çıxıb oxuyardım. Allah ruhunu şad eləsin, Hacı Baba Hüseynovun bir təsnifi var, şur təsnifi. Atılandım, keçdim daşdan, gəl ay aman. Bunu oxuyurdum. Bozat, Qaçaq Nəbi mahnısını oxuyurdum uşaq vaxtı. Bunları eşitirdim radiodan, televizordan oxuyurdum, eşitirdim, oxuyurdum. Bir gün bir məzəli bir söz danışım. Məzələ deyəndə həm də ki, o mənə bir dərs oldu uşaq vaxtından. Həqiqətən bir dərs oldu mənə. O vaxtı belə bir adət deyim, ənənə deyim. Yəni, Allah hər evə, hər necə deyimsə, yaşadığımız məmləkətimizə, vətənimizə daim xeyirlər inşallah nəsib eləsin, toy düyünlər nəsib eləsin, xoş güzaranlar nəsib eləsin. İndi yaşım az olduğundan mən onu bilmədim. Qonşumuzda dünyasını dəyişən var, rəhmətə gedir. Mən uşağam, bilmirəm onu. O vaxtı başı kəndlərində və ya bütün kəndlərdə kimsə rəhmətə gedəndə ya mollası, ya ruhanisi, azancı deyirlər də, bizdə müəzzin deyirlər. Çıxardı həmin o hündür yerə, bir damın başına, çoxbaya çardaq ya damı. Orada azan verərdi. Azan verərdi, indi mən də uşağam. Həmin o ahəng ki, o azan səsi məni cəlb elədi özünə, onun səsinin ahəngi, gözəlliyi, həm də azanın özü bir çağırışdır. Yəni, o məni ki, cəlb elədi. O anda, o təkbir Allahu Əkbər deyəndə, o mənim yaddaşımdan heç vaxt silinməz, uşaqlı yaddaşımdan. Mən də başladım onunla bircə oxumağa. Ey Füzuli. Yəni
mən bildiyimə görə, yəni mən indi yaşım biraz az olar, bizdən danışığın böyüklüyü çıxmasın. Daha böyüklər daha yaxşı bilər onu. Yəni o vaxt mollalar, ruhanilər azan verərdi. Yəni gözəl səsli çıxıb azan verərdi və mərhumu sonra götürüb aparırlar, dəfn eləyərdilər. O həmin anda ki, o molla ki azan verdi, ruhani, ondan sonra da mən də başladım onunla birgə oxumağa. Və oxuyandan sonra yenə deyirəm, mən də o yaşım elə yaşdı ki 6, 7, 8 yaşım var orada. Heç birinci sinifə bəlkə gedirdim, bəlkə gedmirdim. Və atam bunu bildi. Yəni oradan belə deyək də, indi şikayət gəldi, evə gəldilər, yaxınlaşdılar. Atam məni bəş döydü. Özü neynə döysə yaxşıdır. Bu nə deyirik biz indi meynə çubuğu deyirik də, üzüm tənəyi deyirik. Onunla məni o qədər döydü, inandım ki, o mənim indi də o yaddaşımda qaldı. Ondan sonra illər keçdi, artıq o belə deyək də adət bir ənənə deyim, nə deyim, o bizim uşaqlığımızda olan o fraqment artıq o azan verilmək artıq yoxdur o hüzün məclislərində. Fələk qoymuş Biyaya bağlaya yar Dayaya bağıra. Uşaq vaxtından məsəl üçün bizim orta məktəbdə oxuduğumuz vaxtlarda oruc tutardıq. O istilərə gəlib düşürdü. Uşaq idik. Belə bir deyim var idi ki, heç kim udqunmasın. Belə udqunmaq olmaz, orucun batıl olar. Gələrdik, məsəl üçün, özüm də Corat məktəbində oxumuşam, bu kətdə oxumuşam, düz 11-ə kimi. Mənim ailəmdən, bizdən heç kim 11-i oxumayıb, amma mən oxumuşam 11-i. Onu da mən xüsusilə bu kəndimizdə bizim Hacı xanım var, Dost xanım müəllim. Xüsusilə o da salamlayıram, Allah ona can sağlığı versin. Onun da haqqı var mənim boynumda, onun da əziyyəti olub mənim üçün. Yəni, o mənə dəstək olub kənddə. Mənim 11-ci illik oxuduğum məktəbə mənə böyük dəstək olub. O bizim həm direktor olub, həm də müəllimimiz olub. Gələrdim məktəbdən, məscidimizin həyətində bulaq var idi. İndi yəni bütün kəndlərdə görürsən hal-hazırda o bulaqlar hər kənddə qalıb. Bizim də həyətdə bu yaxınlarıcan o bulaq qalmışdı. Bulağın suyu da sərin olur. Gələrdik o sudan, əlimizi, üzümüzü yuvardıq, uşaqlıqda orucuq, vurardıq istilərdə. Belə uşaqlığımda, yəni ən çox mənim, belə deyək də, qulaq astığım xanəndə, Allah ruhunu şad eləsin, Hacı Baba Hüseynovdur. O qədər o kişini mən çox istəyirdim ki, həm oxumağın, həm onun danışığı, həm onun, belə görürsən, dəfnən oxuyanda, oxuya gülümsəyərdi. Bu xanəndə də görürsən, çox xanəndələrdə bu görürsən yoxdur. Yəni, efir çəkilişi başqa, toyxanada görürsən, muğamın adicə özü tarkamançası biraz muğam ciddili idi. Ümumiyyətlə, muğam ifaçıları, yəni tarkamança xanəndələrdə biraz ciddiliyi var, muğamda biraz ciddiliyi var. Necə ki, o vaxtı xanəndələr, məsələn, palatka toylarında ona qulaq asan qəzəllər, xanəndələr oxuyanda uşaqlı, böyülü, kiçikli oturar da qulaq asardılar. Heç kim səs salmazdı. Hacı Baba rəhmətli də xüsusilə belə bir indi yaşlı kişi idi, həm də o oxuyanda kimsə söhbət eləsəydi, məndə zapislər var, məsəl üçün lent yazıları var ki, Hacı Baba oxuyur, qışqırır oradan ki, ay filan kəs, ay sərpayı, orada söhbət eləyir. Qoyma onu söhbət eləsin. Qışqırardı, mikrofonda belə qışqırardı. Yəni, Hacı Baba Hüseynova çox qulaq asmışam. Bir də Hacı Baba Hüseynov bütün Azərbaycanın bütün kəndlərinə, rayonlarına toya gələndə o vaxtı o magnitofonlar var idi, babinlər var idi, belə lent. Hacı Babanın o toy zapislarını bizdə yaşlı bir kişi var idi, Allah onun ruhunu şad eləsin kənddə, Əli dayı var idi, ondan almışdım o kasetləri.
Ondan sonra o 90'lıq o kasetlər çıxdı, 60 kasetlər çıxdı. Ona zaps elədik. O Hacı Babanın o toy zapslarına mən qulaq asırdım. Gecə gündüz qulaq asırdım. O kişinin elə bir şey, mənim o kişinin muğamına yaşayırdım da. Yəni Hacı Baba Hüseynovun oxunuşunda nəinki muğam, hətta o dərviş oxunuşları deyirlər ha. İndi məftahlar oxuyurlar, dərvişlər, Bakı kəndlərində oxuyurlar ha. Yəni bunlar hamısı Hacı Baba Hüseynovun belə deyək də o oxunuş xəttidir. Hacı Baba Hüseynovun oxunuş xəttidə indi biraz böyülük danışmağım çıxmasın. Zülfət Gözəlov, Allah onun da ruhunu şad eləsin. Bizim kənddə xüsusilə Zülfət Gözəlovun məhəbbəti var idi. Dəhşət, həddindən artıq Bakı kəndləri Zülfət Gözəlovu çox istəyirdi. Mənim babam danışırdı ki, bəs yaşlı kişilər danışırdı ki, Zülfət Gözəlov, yəni hətta Zülfət Gözəlov kəndə gələndə bizim kəndə uşağın adını belə qoyurdular Zülfü. Yəni mən çox eşitmişəm onları. Hətta Allah ruhunu şad eləsin. Tələt Qasımov bu yaxında danışdı ki, Corat kəndinə Zülfü gəlib. O fraqment hal-hazırda məndə də var, saxlamışam onu. Hal-hazırda artıq 25 ilə yaxındır, 24-25 ilə yaxındır. Musiqi məktəbində dərs deyirəm. Fikrət Əmirov adına Sumqayıtda musiqi 5 nömrəli musiqi məktəbində dərs deyirəm. Yaxşı tələbələrim olub, yaxşı tələbələrim də var, gözəl tələbələrim də var. Sumqayıtda ilə burada musiqi kollecini bitirmişəm. İlk müəllimim olub burada, məsəl üçün, kollecdə olub Arif Babayev, Allah rəhmət eləsin. Onu əvəz eləyən, Arif Babayevi əvəz eləyən Vüqar Əliyev cavan, o vaxtın cavandı. İndi də operada dərs deyir, Milli Konservatoriyada dərs deyir. Gözəl tələbələr olub, tələbələr var. Axan Abdullayev, Allah ruhunu şad eləsin. Sinifində çox olmuşam. Toy məclislərində Axan Abdullayevin yanında oxumaq həqiqətən böyük bir məsuliyyət daşıyır. Həm Axan Abdullayev də belə deyək də biraz ağır təbiətli, biraz belə ciddilik var deyənə, yəni bir-iki dəfə də mənə deyirdi ki, tələsmə. 94-cü il, 95-ci ildən danışıram. Mən yenə o vaxt uşaq vaxtı bizim kəndə çox gəlib Axan Abdullayev. O vaxtı deyirlər ki, bəs Hacı, burada bizim də bir oxuyan uşağımız var. O vaxt var idi elə bir. Deyir, nə oxusun da ona. Deyir, gəlsin oxusun. Yəni adam biraz məsuliyyət hiss eləyir adam özündə. Canım sərdisin. Zabit Nəbzadə, Hacı Zabit Nəbzadə Şamaxıdan gözəl, dəyərli xanəndəmizdir. Onun sinifində çox olmuşam. O da bizim kəndə çox gəlib. Allah can sağlığı versin. Azərbaycanda bu dəqiqə hal-hazırda əruz vəzni, ədəbiyyatı, şeiriyyatı, xüsusilə də muğamı hal-hazırda saxlayan, belə deyək, Hacı Aqil var, bizim ustadımızdır. Allah ona da can sağlığı versin. Mən Hacı Aqil əmidən çox şey götürürəm. Belə deyək də, qara-qara izləyirəm. Ondan da Hacı Babanın ətri gəlir. Ona görə ki, o da Hacı Babanın tələbəsi olub. Hacı Aqil əmi, Allah can sağlığı versin. Məsələn, uşaq vaxtından mənim üstümdə əziyyəti olan, elə öz kəndimizdən kamança çalan var bizdə, Zabil müəllim. Hacı Baba Hüseynovun ansamblında neçə illər çalışıb. Elə Hacı Baba Hüseynovu, məsələn, filankəs toyuna gətirmək üçün gələrdi elə Zabil müəllimə yaxınlaşardı ki, mən Hacı Baba Hüseynovu ya Axan Abdullayev istəyirəm uşağımın toyuna gətirməyə. Zabil müəllim gələrdi, həmin toyda elə tar kamançayla Zabil müəllim eləyərdi. Bir də Abdul müəllim var, tar çalandı. Mən xüsusilə olan hər ikisinin adını çəkim ki, olan haqqı var mənim boynumda. Yəni, uşaq vaxtından onlar yönəldib məni. Məsələn, mən elə bir insanın yanında olmuşam ki, onun yanında elə bir muğam oxumuşam 96-cı ildə. Həmin insan Seyid Şunskinin tarçalanı idi.
Seyid Şunskinin konsermesi idi, Kamil Əhmədov, muğam birincisi idi. Mən o kişinin evində 2 dənə dəstgah oxumuşam. Mahurindi muğamdan bayat düşürdü muğam. İndi inşallah o zaps mənə hal-hazırda çatmalıdır. Abdul müəllim mənə söz verib. İnşallah onu mən öz səhifəmdə və başqa bir sosial şəbəkədə inşallah paylaşacağım onu. Allah onda ruhunu şad eləsin. Allah ruhlarını şad eləsin. Allah qəni-qəni rəhmət eləsin o ustadlara. İndi onlardan da biz örgənmişik, hətta örgənirik. Hacı babanın bir sözü var idi, o vaxt efirlərdə var idi. Deyirdi ki, mən bilirəm, gəl görüm sən nə bilirsən? Yəni, kimliyindən asılı olmayaraq istəyir, böyük xanəndələr olsun, heç vaxt deməyib ki, mən bu qədər bilirəm, mən nəyisə örgənmişəm, hətta muğamın özü. Yəni, bu haqda, muğamın haqqında mən indiyəcən eşitməmişəm ki, hansısa bir böyük ustadlardan, ya lent yazılardan hansısa bir xanəndə ustad desin ki, mən muğamı bilirəm, mən öyrənmişəm. Təvəssükarlıqdan demirəm, deyər ki, hə, örgənirəm, yəni bu bir Hacı baba kimi adam Allah ruhunu şad eləsin. Deyir ki, mən hələ əgər muğam bir okeandırsa, dənizdirsə, mən oradan bir, necə deyimsə, bir çay qaşığında bir nəsə götürmüşəm ya götürməmişəm. Hacı baba Hüseynovun nəinki oxumağı, bayaq dedim oxumaqdan söz düşdü, onun qəzəliyyatdan söhbət gedir. İnsanlara o qəzəli çatdırmaq, qəzəlin mənasını bilmək, qəzəllərdə hamısında ərəb-fars sözləridir. Məhəmməd Füzuli, Raci, Nəbati, Seyyid Əzim Şirvani, Nəsimin qəzəli. Bunlar hamısı qardaş, xanəndənin gərək savadından irəlilək, xanəndə gərək savadlı olsun. Yəni, oxuduğunu bilsin. Yəni, bəzi bakiyətlərində xanəndə oxuyar, deyər ki, qardaş, burası belə deyil, burası elədir. Yəni, çox xanəndələrdə, yəni, o qələt tutublar, səhvlər tutublar. O da xanəndə oxuduqca o palatka toylarında, yəni, o da özü bir imtihandır. Özü bir imtihandır. Görürsən, gəlb deyir ki, məsəl üçün, niyə sən, məsəl üçün, Rastın muğamın oxudun, uşaq orada Hüseyni eləmədin. Xanəndə də deyib, qısa eləyim keçim. Görürsən, muğamları bilirlər, qəzəlləri əzbər bilirlər. Yəni, bunlardır. İndi gənc nəsildən indi Allah var eləsin, Allah can sağlığı versin. Mən də özümü biraz belə deyim, biraz gənc sayıram. Yəni, çalışıram ki, qəzəliyyatı ilk öncə mənalarını bilim. Haçansa bir böyük xanəndələrlə bir yerə düşəndə, xüsusilə də Hacı Aqil əmlə bir yerə düşəndə, çalışıram o qəzəlin mən oxunuşunu sındırmayayım, məsələn, qəzəli, ya qəzəlin mənasını bilim. Onlarda böyük adam məsuliyyət silir özündə, oxuyanda. Allah ruhlarını şad eləsin, Allah qalanlara da can sağlığı versin. Şeirində qədir qiyməti, dürdan əl işlədi. Allah mənə qismət eləyib, Kərbəla ziyarətini gedmişəm. Kərbəla ziyarətinə getmişəm, Məşəd ziyarətində olmuşam. İndi görürsən, kimsə gedər, ziyarətə gələr, onu görürsən, oranın adıyla çağırarlar da, ay Kərbəli, ay Məşədi, ay Həcı, məsələn, ay Hacı çağırarlar. İndi çox indi kəndimizdən də vüqar deyirlər. İndi özüm müəllim işləyirəm. Görürsən, çox vaxt deyirəm, müəllim məktəbdə olur da. Görürsən, öz həmyaşlarımda, məndən yaşda da böyük olan var. Məsələn, deyir, ay Kərbəli. İndi çoxu bilir, mən namaz qılıram. Həm də bu ziyarətdəki olmuşam. Görürsən, onunla çağırırlar mənə, ay Kərbəla, ay Kərbəli. Belə çağırırlar mənə. Özüm, yəni, biraz sadəliyə çox üstünlük verirəm. İnsan gərək biraz sadə olsun, təkəbbürlük olmasın. Onsuz da, yəni, mən durub burada biraz danışmayayım təkəbbür haqqında. Nə qədər sadə olarsan,
deyir, ağac bəhər verdikcə başını aşağı salar. İndi həm bir yandan adam öz danışanda biraz çəkinər, utanar, həm böyüklərdən biz elə tərbiyə görmüşük. Yəni böyük danışanda kiçik yanar. O vaxtı görsən, bayaq uşaqlıqdan danışdım. Görürsən o vaxtı bir şey var idi. İndi hamı o görsən onu çoxu bilir, amma biz onları görmüşük, şükür olsun Allah. Görürsən kimsə qulluğa göndərəndə deyə yücür, get gəl, görüm kim tez gələcək. Görürsən qoca kişilər göndərərdi sən, məsələn, siqaret almağa ya bir harasa özündə fəxr hiss eləyərdi. Uşaq, o qaça-qaça geyim gəlim, tez gəlim çatım əmmə, demirəm, mən nəsə verəcək. Elə onun sənə deyibsən, məsələn ki, sağ ol əməm oğlum, sən kimin olursan filan kəsin. Yəni, bunun özü bir gözəl bir şeydir. Fəxr edirdin ona. Dinlə muğamın bağlılığı, yəni, indi hamı bu demək olar ki, bilər. Yəni, adicə azanın özü, hamısı muğam üstündədir. Qur'anın özü muğam üstündədir. Yəni, ahəngdə söhbət edir amma. Yəni, indi aydın məsələdir ki, indi Misir muğamı, Quran qailləri oxuyur. Yəni, o muğamlar biraz Azərbaycan muğamından biraz fərqlidir. Yəni, bunlar hamısı muğam üstündədir. Dünya musiqiləri hamısı muğam kökü üstündədir. Həmçində azan və bizim gözəl bu Məhərrəmli ayında oxunan qəsidələrimiz, məsələn, mərsiyələrimiz, bunların hamısı muğam üstündədir. Məsələn, o vaxt indi bizim uşaqlığımızda, beynimizdə qalan o azan səsləri var idi. Azan verərdilər. Allahu Ekber, Allahu Ekber. Bunlar da gəl hamısı Bayat Qacar muğamına, Zəmmüxarə muğamına. Məsələn, Azərbaycan filmlərində, kinolarında indi hamımız görmüşük. Görürsən, çox vaxt məscidi çəkirdilər, o azanı verərdilər. Orada ya kimsə bir Zəmmüxarə oxuyardı. Ümumiyyətlə, muğamda, məsələn, bu Allah cəmi şəhidlərimizin ruhunu şad eləsin. Xocalı, məsələn, şəhidlərimiz Allah, məsələn, ruhlarını şad eləsin. Matəm günlərində, Azərbaycan günlərində fikir vermişsiniz hər yerdə. Orada sırf hamısı o muğamlar ifa olunur. Hamısı da, məsələn, Humayun muğamıdır, Zəmmüxarədir, Bayat Qacar muğamlarından istifadə olunubdur. O, insanın ruhuna yaxın olan, o, necə deyimsə, minorlu adında olan da yenə qəmli muğam şeirə bölünüb də, biri şən əhval ruhiyyəli, biri döyüşkənliyi, məsələn, biri də o insanın ruhuna daha yaxın, insanı düşündürən, ağladan. Yəni o, məsələn, o təziyyələr ki, deyirəm, Məhərrəmlik aylarında oxunan o nohələr, bunların hamısı muğam üstündədir. Aydın məsələdir ki, muğamla, dinlə musiqidə biraz ziddiliyi var, biraz bəyənilməyən bir şeydir musiqi. Bir də hamı baxıb demək olar ki, o ki, Allah ruhlarını şad eləsin, Hacı Baba Hüseynov danışır ki, Üzeyir Hacıbəyov gedir Məhərrəmlikdə, girir təziyyələrə, orada ahəng var, həmin o Həzrət Əli Ələkbərin ahəngi var. Aləm niyə bəs olmadı viran Əli Əkbər, ol gün ki səni saldılar addan Əli Əkbər. İmam Hüseyin oğluna, Əli Əkbər ağanıya o həmin nohədir. Ondan sonra Üzeyir Hacıbəyov deyirlər ki, getdi, qoydu onu Leyli Məcnun operasına. Leyli Məcnun da başdan ayağa, belə deyək də, hüzür içində olan bir səhnədir. Yəni Üzeyir Hacıbəyovun da Allah rəhmət eləsin, onun da böyüklüyü, onun savadı gətirdi, çıxartdı bu günə. İndi maşallah bizim də məhdahlıq qardaşlarımız var, əzizlərimiz var ki, həmin o nohələrdən, o mərsiyələrdən istifadə edirlər. Yəni dinlə muğamın bağlılığı buradadır. Yəni Bakı kəndlərində bu dəqiqə hal-hazırda çox yerdə görsən, əli süfrələri deyilən bir şey var. Orada görsən qəsidələr səslənir, hamısı məsəl üçün
muğamlar üstündədir. Hamısı rast muğamı üstündə, şur üstündə, seygah üstündə. Məsələn, Məhəmməd Füzuli Həzrət Əleyhisselamdan var şeiri. Əzbər olmuşdur dilimdə, ya şanlı namın ya Əli. Mən kiməm aləmdə bir, kəmtər qulamın ya Əli. Məsələn, bu qəsidələr ki oxunur. Bunlar hamısı muğam üstündədir. Yəni Əli süfrələrində, məsələn, qəsidələrdə bunlar hamısı məhdahlar tərəfindən və xanəndələr tərəfindən məsələn səslənir, oxunur. Bu bizim həm milli genimizdədir, mədəniyyətimizdir, həm də gözəl ədəbiyyatımızda. Bütün Azərbaycanın klassik ədəbiyyatında olan şairlərimiz hamısı demək olar ki, Peyğəmbər onun hələ Əhl-i Beytindən bütün qəzəllər, Natəvanı, Radisi, Füzuli, Nəsimi, Sabir, Seyid Əzim Şirvani, bu hamısı qəsidələr, nohələr, irfan şairlər hamısı elə Allahın məthi, Peyğəmbərin məthi, Əhl-i Beytin məthi bütün şairlərdən yazıblar da bunlar. Həkamını fərzan əlişlədir, texnika inkişaf edən dövrdə yaşayırıq. Yəni, hər şey bu dəqiqə kompüter və bundan sonra nə olacaqsa onu bilmirik. Şükürlər olsun Allaha ki, hal-hazırda bizim muğam ocaqlarımız var, yəni konservatoriyamız var. Bu neçə ildən bir, məsələn, muğam müsahibəsi keçirilir, gənclər oxuyurlar. Bunun özü də bir gözəl bir şeydir. Nə qədər bizim bu dəqiqə gənclərimiz maşallah günü-gündən çıxır. Nə qədər xanəndələr, müsahibələr olur. Şükürlər olsun Allah ki, indi az da olsa qalıb. Yəni, mən yenə deyirəm, ayrı seçkiyi saymıram. Yəni, Azərbaycanımın hər bölgəsi, hər vətənim bizim mənə əzizdir və öz vətənimdir. İstəyir Qarabağ, istəyir Şirvan, istəyir Bakı, istəyir bütün Azərbaycan mənim damarımdır, qanımdır, ürəyimdir. İndi ən çox, məsələn, Bakı kəndlərində, belə deyək, məsələn, o abu-hava qalıb. Yəni, o ki, muğama, belə deyək də, o daha çox belə yanaşan o insanlar artıq dünyalarını dəyişir. Dünyalarını dəyişir, o rus sözünü işlətmək istəmirəm, o pokoleniya deyirlər də. Yəni, onlar artıq dünyasını dəyişir, gənc nəsil olur, amma insan özündən də asılıdır da. Yəni, xanəndənin oxunuşunu, səs ahəngi, bayaq nəyə deyirəm ki, Hacı Baba Hüseynovun oxunuşu daha insanı çox cəlb eləyirdi. Həm sözünə, danışığına, oxunuşuna, duruşuna. Yəni, xanəndənin həm də bayaq dedim, söz ki var. Yəni, o şükürlər olsun ki, Bakı kəndlərində hal-hazırda o abu-hava qalıb və ona qulaq asır. Efirlərimiz maşallah bu dəqiqə demək olar ki, əvvəl biraz şeydir. İndi hiss edirsən ki, yavaş-yavaş düzəlir. Yəni, mən təbliğ desəm, yəni, efirlərdə demirəm ki, səhərdən axşamaca ancaq elə tarkamanca muğam olsun. Amma, yəni, radioda o vaxtı bayaq danışdım, hər bazar günləri muğam gedirdi, oturub gözləyirdim ki, ayda bir dənə muğam olacaq, bugün saat 2-də, 1-də oturum o gözləyim. Yəni, var, inşallah ki, qalar. Yəni, muğam bizim öz milli mədəniyyətimizdir. İnşallah ki, bu saxlayarlar. Necə ki, bizdən böyüklər də var. Yəni, maşallah, indi gənc nəsil də var ki, təbliğ gedir, dəstəyirlər. Milli konservatoriyada, musiqi kolleclərində, musiqi məktəblərində bu yaxında bütün müəllimlər attestasiya oldu, xanəndə müəllimlərinə. Yəni, müəllimlərin savadı, zadı, nə qədər imtahan verdik. Onlar da hamısı bu dəqiqə, necə deyimsə, tələbələrin gəlməyi, muğamı saxlamağı böyük rolları var. Gələcək fikirlərim, gələcək planlarım, məsəl üçün, çox adam bunu mənə sual verir. Məsəl üçün, sosial şəbəkələrdə mən canlı oxuyuram. Ayda bir dəfə, 2 dəfə belə canlı açıram, oxuyuram. Görürsən, orada mənə suallar verirlər ki, niyə efirə çıxmırsan? Efir çox
o sözlər yazılan mənə. Niyə efirdə yoxsan? Biz səni tanımırıq. Məsələn, belə sözlərlə qarşılaşıram. Sonra məsələn, gələcək planlarımla istəyərdim ki, ya bir klipdən, hal-hazırda yaxşı bir əlimdə, Allah rəhmət eləsin, Hacı Baba Hüseynovun repertuarından bir-iki dənə yaxşı qəzəllər var məndə, təsniflər var. İnşallah istəyərdim, gələcəkdə inşallah bir kliplə çəkək, klip çəkdirmək və bir studiyada gözəl bir səs yazması yazım. Yəni, atım paylaşaram ya bir YouTube'da ya bir başqa bir şəbəkədə paylaşaram onu. Çox adam məndən soruşur ki, qardaş, belə istəyiriksə qulaq asmağa, öz zapslarından ver mənə. Məsələn, bir var toy zapsı, toy çəkilişindən məsələn paylaşım. Bir də var studiyada qəşəng oxuyursan, tarkaman salan, gözəl. Onu təqdim edirsən elə səni istəyənlər, sənin maraqlananlar. Görəm, onda mən görəm məndən tələb edirlər. Mən də məcbur oluram onu məsələn olan üzərində işləməyə. Mən ilk öncə sənə qardaş təşəkkürümü bildirirəm. Xız TV Murad qardaşıma sənə təşəkkürümü bildirirəm. Əziyyət çəkdin, gəldin, işıqlandırdım onu. İnşallah bir neçə gündən sonra bunu paylaşım eləyəcəksən. Mən xüsusilə öz adımdan, elə kəndimizin adından, elə ən yaxın insanların adından sənə öz dərin təşəkkürümü bildirirəm. Var olasan qardaş, Allah köməyin olsun. Və istərdim sonda Xız TV-nin izləyicilərinə inşallah bir neçə muğam səsləndirirəm. Bizim burada qardaşımız var, öz tarla gəlib, tarla. İnşallah səsləndirirəm və bizdən sizə hədiyyə olsun, bəli. Ey Füzuli, mənim əhvalıma bir vaqif yox. Böyle kim aləm onun hüsnüne heyran olmuş. Dil ki sər mənzili yol, zülfü perişan olmuş. Dil ki sər mənzili yol, zülfü perişan olmuş. Nola zülmü ki asılmasına ferman olmuş. Şah isen mülki melahette sənə ya qullar soyuyor. Şah isen ya mülki melahette ya sənə ya qullar soyuyor. Şah isen mülki melahette sənə qullar son yox. Biri oldur ki varıb Misri'de sultan olmuş. Rahmeti aşıkını haşr günü yağmayalar. Rahmeti aşıkını haşr günü yağmayalar.
Ki bu dünyada esirin gəm hicran olmuş. Dediler yar gəm gedirər, badə çox içdim sənsiz. Dediler gəm gedirər, badə çox içdim sənsiz. Gəmi hicrana müfid olmadı, olqan olmuş. Adem əvvəl sərkuyum verib almış cənnət. Adem əvvəl sərkuyum verib almış cənnət. Eşidib təni mələk, sonra peşiman olmuş. Ey Füzuli, ey Füzuli, mənim əhvalıma bir vaqif yox. Böyle kim alem onun üstüne heyran olmuş. Ey Füzuli, mənim əhvalıma bir vaqif yok. Böyle kim alem onun üstüne heyran olmuş. Ey azizim, ey aziz, dayaran məni doğru felaş koymuş. Məni doğru felaş koymuş. Biyabanlayar dayabara, biyabanlar dayabara. Habibim gel, tabibim gel. Əgər ay dəf gətirərdim, dəfnən yaxşı olardı məncə. Habibim gel, tabibim gel. Qəmuyu hicraya edəyək çara. Qəmuyu hicray edəyək çara. Eşkin tamam, neşesi divan işledir. Meyhanenin melaheti mestan elinde duran. Sahilleriyle arifin olmaz elabesiyim. Hal ehlinin tekamülü ferzan el işledir. Ləlin xəyali könlümə dolsa yəcəb deyil.
Lalin xəyali könlümə dolsa əcəb deyil. Gizlin xəzinənin çox viran işlədir. Vahid əgərçi sənətə qiymət verirsə xalq. Vahid əgərçi sənətə qiymət verirsə xalq. Şeirində qədir qiyməti dürdan əl işlədir. Hey da yaram alam